izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Masazır qəsəbəsində bu istiqamətə düşür. Əsas yoldan 1 kilometr məsafədə gördüyünüz belə bir həyət evini çəkib təqdim edirik. Həyət evinin giriş hissəsidir, çən boylu həyət hissəsidir. Aşağıda zirzəmisi var, kvadrat həyətdir, 5 daş kürsülüdür, daxil oluruq evə. Evin girişində mətbəx hissədir. Kombisi qoyulub, sadəcə bağlanmayıb yerinə. Koridor hissədə sanitar qovşaqdır, geniş sanitar qovşağı var. Buradan zal hissədir. Belə işıqlı, səliqəli təmirli zalıdır. Qonaq otağıdır, həyətə pəncərəsi var. Həyətə pəncərəsi var. Radiatorlar qoyulub hamısı. Buradan daxil oluruq digər ikinci otağa. Belə bir otağı var. Çölə pəncərəsi var. Radiator qoyulub. Səliqəli otaqdır. Belədir. Digər otağa daxil oluruq. Üçüncü otaqdır. Çölə pəncərəsi var. Gördüyünüz kimi yeri çox uyğun yerdədir, dəyərli izləyicilər. Deməli, mən həyət evinin bir sotda tikilib, evin kvadratı, çöl hesablaması 76 kvadratdır. Qiyməti təklif olunur 60 minə. Qaz, su, işıq, kanalizasiya sistemidir. Torpağın çıxarışı da xüsusi mülkiyyətdir. 3 otaqdan ibarətdir. Giriş hissədə mətbəx və digər 3 otaq, hamam sanitar qovşaq. Sadəcə gördüyünüz kombi aparatı var. Bağlanmayıb. Alan adam bağlana bilər. Sadəcə həyət evi bir müddət kirayədə olub, satılır deyə ev boşaldılır. Evin qiyməti 60 min qiymətləndirilir. Qeyd olunan nömrə ilə əlaqə saxlayıb, ev barədə digər məlumatları ala bilərsiniz. Diqqətinizə görə sağ olun.